günləri yolumuz Şorsu rayonundadır. 19'u Bazar günü, oktyabrın 19'u. Saat 13:50. Marketten alverimizi elədik. Çıxdıq. Üzü Salyan istiqamət. İnşallah yolda danışıb söhbət edik. İnşallah qəşəng olacaq. Əla. Dostlar, gördüğünüz kimi lotka deyirlər buna. Bizdən də balığın yerini soruşurlar, biz də dedik, gedirik Şorsuluya. Dostlar, Deməli saat 5, hələ gedirik. Hələ gedirik, bir şey yoxdur. hələ 1 saatlik Qurultava yol gedirik, 1 saat. İnşallah çatarıq. Babatda yağış yağır. Hələ yol gedirik hələ. İnşallah çatır deyim. Az dostlar, maluk aldıq. Gülümse el elə. Biz Salyan Şorsulu kəndindəyik. Balığa gəlmişik. Hüseyn də yatıb. Gecə yatmış səhərə kimi. İlk olmaz. Balacadır. Məcburam suya buraxam. Yəni belələrini biz tutmuruq. Qələmdir də ha. Qələmdir, hə, qələm. Bunu buraxıram suya. Əziz dostlar, gördüyünüz kimi Elçin müəllim Çənəsinin bir tərəfi qopdu. həll elədi. İndi buradan da düşəcək su. Əziz dostlar, Elçin müəllim mənə ver. Elçin müəllimin bəxtinə həmişə qəşəng balıq çıxır. Qırmağı da görək qismət və nə çıxacaq. Ha, paşdı. Oy, oy, oy. Hestat. Qurtlar yoxdur. Ha. Nəsə aparıb qurtları. De düynən. Deyəcəyinə. Şükür deyirlər də Cəllə başlayır. Çalışlar. Hər yeri gəzmişik də Kamran. Gəlmişik. Bura nə idi? Motorların arxasıdır. Nə idi bura? Motorların yanı. Deməli, qalmışıq Şorsunun düzündə. Motorun remeni görülür.